Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz və hörmətli, dəyərli bacı qardaşlarımız, bildiyimiz kimi Məbəs bayramının astanasındayıq. Məbəs bayramının girişindəyik. Bu gözəl gün münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Məbəs o bayrama deyirlər ki, Peyğəmbər əleyhissalamın Allah tərəfindən peyğəmbərliyə seçildiyi və o vəzifənin çiyninə qoyulduğu gündür. Rəcəb ayının 27-sində bu missiya Allah tərəfindən, ilahi tərəfindən peyğəmbərə aşkar oldu və o gündən Peyğəmbər salavatullah başladı öz tərəfdarlarının, öz qohumlarının, öz yaxınlarının arasında İslam dininin gözəlliklərini çatdıraraq təbliğ eləməyə başladı. Peyğəmbər əleyhissalamın böyüklüyü, əzəməti haqqında çoxlu sözlər Allah tərəfindən hədislərdə deyilibdir. Biz hər nə kəlmələr, sözlər desək acizik. Yəni elə Quranın dilindən Əhzab surəsində Peyğəmbər əleyhissalamı Allah necə missiyalandırır və necə insanları dəvət eləməyi, necə çağırmağı və hansı üslubdan istifadə eləməyi belə buyurur Əhzab surəsində. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhen nəbi inna ərsəlnəkə şahidən və mübəşşirən və nəzirən və daiyən iləllahi biiznihi və siracən və munirən. Ey Peyğəmbər, biz səni insanlara haqqı bildirən, yaxşıları sevindirən, pislikdən çəkindirən kimi göndərdik? Sən Allahın icazəsi ilə insanlara Allaha çağırırsan və onlara yol göstərən bir nur kimisən. Peyğəmbərin necə insanları hidayət eləməsini Allah burada açıq-aşkar göstərir və bu üslubdan da istifadə eləməyi tapşırır və bizlərə də həmən üslub və metodu dərs olaraq qoyur ki, bizlər də necə insanları bu gözəl dinə çağırmalıyıq. Peyğəmbər əleyhissalam elə bir çağda, elə bir dövrdə yaşayırdı ki, Peyğəmbər əleyhissalamın dövrünə cahiliyyət dövrü deyirlər. Yəni elmdən, mədəniyyətdən, yazıdan, oxumaqdan uzaq bir cəmiyyət idi. Hər şey qayda qanunlar alt üst idi. Heç bir dini qayda qanun orada hökm sürmürdü. Tam əksinə bütün dinlərin qayda qanunlarının tapdalandığı bir məkan, bir dövrdə dünyaya göz açdı və orada Peyğəmbərini elan elədi. İslam dinini Məkkə şəhərində başlayaraq yaymağa başladı və Mədinədə son olaraq hökumətini qurdu və Mədinədə dünyaya daha geniş formada təqdim etməyə başladı. Peyğəmbər əleyhissalamın dövrü dünya üçün necə deyərlər, çalxantılı bir dövr idi. Güclərin öz ümmətləri arasında etimadlarını itirdiyi və problemlərin hakimiyyətlərlə xalqlar arasında yaşandığı bir dövrdə Peyğəmbər əleyhissalam peyğəmbərini elan edərək dünya liderlərinə çağırışlar etdi, dinə dəvət elədi. Təəccüblü gəlir, bir balaca məntəqədə, yəni Mədinə bir şəhərdir. Oradan fərz eləyin, dünyanın ən böyük imperatorlarına məktub yazaraq İslam'a dəvət edir və deyir, tabe olun Allaha və mənim dinimə. Bu ağıl, məntiq bunu qəbul etməkdə çətinlik çəkir, amma Peyğəmbərin böyüklüyü də o idi ki, ağıl, məntiq qanunlarını aşaraq ilahi qanunları tətbiq etmək idi və ilahi çağırışı heç nədən qorxmadan, gücdən istifadə edərək dəvət elədi və İslamın gözəlliyi də, əxlaqı da surətlə bəşəriyyət arasında yayıldı. Yəni Peyğəmbərin gəlişi siyasi tarixdə, dinlər tarixində, mədəniyyət tarixində neçə dövrlərə bölürlər. Əslində bunu unudurlar. Həqiqi yeni çağın başlanğıcı Peyğəmbərin gəlişindən başladı. Yeni bir çağa keçiş onunla oldu. Ondan öncəki çağların, yəni dövrlərin sonu və yeni dövrün, yeni mədəniyyətin, yeni sivilizasiya Həzrəti Məhəmməd əleyhissalamdan başladı və ondan da
davam etdi və davam da edir. Tarix olaraq da görürük İslam içində olan ədalət, insanlara dəyər, dinlərə hörmət və başqa millətlərin ehtiramı, hörməti, yəni peyğəmbərdən öncəki tarixə baxanda bunları görmürük. Peyğəmbərdə bunu görürük və ilk dəfə dünya tarixində də yazılı mətn ki, biz bugünkü dildə konstitusiya deyirik, ilk dəfə bunu tarixdə tətbiq eləyən də Həzrət Məhəmməd əleyhissalam olubdur. Dinlərə də azadlıq verərək bu yazılı mətni və o qarşı tərəfin dinlərinin nümayəndələrinin də razılıq əsasında yazaraq tətbiq edir. Bu da tarixdə var. Yəni hər tərəfli biz görürük ki, İslam dini bəşəriyyətin sivilizasiyasına və inkişafına hər tərəfli töhfə verdi. Hətta özündən öncəki dinləri də qorudu, itmiş mədəniyyətləri, dinləri, kitabları da İslam içində yaşatdı və gələcək nəsillərə çatdırdı. Bu nəyin sayəsində oldu? Həzrət Məhəmmədin əleyhissalamın sayəsində gətirdiyi dinin, qoyduğu yolun, insansevərlik, ədalət, insanlara bərabərlik, haqlarını qorumaq, azadlıq, bu gözəl ali dəyərlər, bu da 21-ci əsrdə də bugün hər kəsin arzuladığı, istədiyi və davasını etdiyi dəyərlərdir. Hər zaman da insanlar bu da haqlar uğrunda mübarizə və ədalətdir, bərabərlikdir, insanların haqqıdır, sosial problemlərin həllidir. Bunun hamısının təməlini, hamısının həllini Peyğəmbər İslam dinində gətirərək insanların qarşısına qoydu və öz yaşayışı dövründə də tətbiq elədi. İnsanları ali, yəni bataqlıqdan ali dəyərlərə doğru dəyişim etdi və o dəyərlərin bizlərə çatdırılması olaraq özündən sonra da Əhl-i Beyti, Əmir-əl-Möminin elmin şəhəri olaraq təqdim elədi və bizlərə bir həqiqi İslamı və həqiqi dəyərləri yaşadan yolu da göstərdi. Bugün əlhəmdülillah dünyada müsəlmanlar sürətlə artır, sürətlə çoxalır və ən çox dünyada da ad qoyulan adlardan biri də Peyğəmbərimizin əzəmətli adıdır. Biz görürük bəzi ölkələr, bəzi yerlərdə də bu adın qoyulması insanlarda narahat doğurur. Amma onu da bilmək lazımdır ki, insanlar nə qədər cəhd deyirlərsə, nə qədər qarşısını alsalar da ala bilməyəcəklər. Allah öz nurunu, öz dinini tamamlamalıdır, öz həqiqətini göstərməlidir. İnşallah tezliklə də İmam Zaman ağanın zuhurunu hamımız görək, yaşayaq, dünyamız ədalətlə, nurla, işıqla dolsun, bu zülmkarlıq, haqsızlıq dayansın. Həqiqi İslamı, həqiqi nəbəvi, peyğəmbərana İslamı İmam Zaman əlindən tətbiqini yaşayaraq görək, bu gözəl günün arzusunu və duasını edərək sizləri bir daha təbrik edirəm. Bayramınız mübarək olsun. Dünyanın hər yerində bu gözəl bayramı qeyd edənlərin məbəhsi mübarək olsun deyirəm. Allahdan istək arzulam budur ki, dünyada, ölkədə, hər yerdə sülh olsun, əmin-amanlıq olsun, insanlar arasında sevgi, məhəbbət olsun, bir-birinə hörmət, dəyər, insani dəyərlər artsın və bunu yaşatsınlar. Allah sizləri qorusun, bayramınız mübarək olsun deyirəm. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.